Hər kəs salam. Bugün hidrogen alınması xassələri bölməsinin testlərini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsaz, həmçinin video like atsaz sevinərəm, çünki mənim üçün çox önəmlidir. O zaman biz başlayaq videomuza. Mən izah edəcəm. Hamısını bir-bir inşallah siz də başa düşərsiniz. Problem çəkdiniz və yaxud da ağlınıza sual qalan hissələr olarsa, yorumlarda qeyd edərsiniz. Onları da maks şəkildə cevablamağa çalışacağım. Başlayaq birinci sualımızdan. Birinci sual da deyir ki, hansı qazı havadan almaq olmaz? Uşaqlar, hidrogen qazını havadan almaq olmaz. Amma azot var havanın tərkibində. Yəni azot olar, oksigeni olar, həmçinin təsirsiz qazlarda, karbon qazı zaten havanın tərkibində var. Bunları almaq olar, amma hidrogeni almaq olmaz. Bunu qeyd edin. Bütün hidroksidlərin tərkibinə daxil olan elementi müəyyən edin. Hidroksid deyəndə ağlımıza gəlir OH. Yəni tərkibində nə var? Oksigen və hidrogen. O zaman hidrogen cavab B variantı edir. Hidroksid OH qrupudur. Hansı reaksiyada alınan qaz oksigenin 16 dəfə yüngüldür? Baxın, oksigen qazı necə yazılır? O2. Düzdürmü? O2-nin kütləsi neçə qramdır? 32. Deməli, 32-dən 16 dəfə yüngüldürsə, deməli bu neçədir? 2 imiş ki, 2 16-ya vuranda 32-yə bərabər edir. Düzdürmü? 2. Hansı qaz kütləsi 2 qramdır? H2-nin, düzdürmü? H2. Yəni, hansının H2 alınır demək istəyir bizə. Biz bilirik ki, nitratın qatısından, durusundan hidrogen çıxmır. Baxın, qeyd edelim bunu. HNO3. HNO3 durusundan. HNO3-ün qatısından, nitratın qatısından durusundan hidrogen çıxmır. Sulfatın da qatısından çıxmır. Bunlardan H2 çıxmır. İndi baxın. Deməli, nitratın durusunu çıxardarıq, düzdürmü? Nitratın qatısına çıxardarım. Sulfatın qatısında, sulfatın qatısına qalır sulfatın durusu. Cavabımız deyilir. Nə? C variantı uşaqlar. Baxaq, indi məsələ 4-ə. Məsələ 4-ün izahını, deməli, burada. Deməli, baxırıq 4-cü sualı. Deyir, qapalı qabda hidrogen və oksigendən ibarət nə qədər qarışıq var? 640 milli qarışıqda baş verən bir reaksiyadan danışılır. Deməli, bizdə nə var? Hidrogenimiz var. Yazıram buraya hidrogen. Bir də nə var? Oksigen. Oksigeni də yazdım. Bunlar bir yerdə nə qədərdir? 640 millidir. Burada yazıram ikisi bir yerdə 640 milli. Davamını oxuyaq uşaqlar. Deyir ki, bu qarışıqda baş verən reaksiyadan sonra 64 milli hidrogen artıq qalır. Düzdürmü? Yəni 640-dan 64-ünü çıxaram ki, 64 artıq qalıbsa, bəs nə qədər sərf olunur? 576. Çıxanı deyilir 576 milli. Bu 576 milli də bu hidrogenin, oksigenin ikisinin bir yerdə sərf olunduğunu göstərir uşaqlar. Reaksiyamızda necədir? Gəlin yazaq reaksiyamıza. Reaksiyamızda biz bilirik ki, 2 hidrogen, 1 oksigenlə girir. Alınır 2 su. Düzdürmü? 2 su. Deməli, hidrogenlə oksigen nisbəti necədir? 2-nin 1-ə nisbətində. 2H2, 1O2. Buna deyərəm 2X. Bilmirəm axı nə qədər. Buna deyərəm 1X. X-la qeydlədim ki, hidrogen 2-dir. Oksigenin 2 dəfə çoxdur deyə. Bərabərdir bu da nəyə? Bərabərdir bu da 576-ya. Tamam mı? 576-ya. Bu X-i buradan taparam ki, eləyər 192. 192. Elə gəlin burada da qeyd eləyək. Baxın, yaşıl rəqəm. Yaşılla bu 2x olsun, bu x olsun.
Deməli, o zaman oksigenimiz nə qədər oldu? 192. Bizə nə istəyir zaten? Neçə mililitr oksigen olmuşdu? Neçə mililitr? 192. Niyə bu 640-dan 64 çıxdım? Çünki bu deyir artıq qalıb. Artıq qalan 64-də nə qədər sərf olunur? Onu tapdıq. Zaten bizə nə istəyir? İlkin qaz qarşı neçə mililitr oksigen olmuşdur? Onu da 192 tapmış olduq. Baxaq 5-ci suala. 5-də nədir? Deyir, hansı bəsit maddələrin qələvi məhlullara qarşılıqlı təsirinə hidrogen ayrılırlar? Uşaqlar, deməli, biz buradan baxaq. Məsələn, götürək alüminiumu. Alüminium qələvi məhlul deyir, məsələn, natrium OH qələvi məhlulda, düzdürmü? Qələvilər OH, qələvi məhlulda natrium OH. Alüminium natrium OH-la girirdi uşaqlar, düzdürmü? Və yaxud da sink də girə bilərdi, berilyum da girə bilərdi, silisium da girə bilərdi. Baxın, bunları burada qeyd eləyəcəm. Alüminium, burada yox, buradan yazın. Baxın, alüminium, yazın sizdə, sink, berilyum, silisium. Bunlar qələvi məhlulundan qarşılıqlı təsirdə olurlar və hidrogen ayrılır, tamam mı? Deməli, ayrılır, hidrogen ayrılır. Qələvi məhlulundan reaksiya daxil olurlar və hidrogen ayrılır. Deməli, götürərik bir dənə alüminiumu və silisiumu. Xlor natrium OH-la girəndə uşaqlar su ayrılır, hidrogen ayrılmır, tamam mı? Ona görə cavabımız da eləyir 1, 2 D variantı. Baxırıq 6-ya. Hansı maddələr hidrogenlə reaksiya daxil olmur, deyir uşaqlar. Deməli, hidrogenlə reaksiya daxil sulfat turşusu uşaqlar olmur hidrogenlə. Daha sonra turşular heç biri daxil olmur uşaqlar, tamam mı? Sonra duzlar da həmçinin reaksiya daxil olmurlar. Əsaslar reaksiya daxil olmurlar. Alkanlar reaksiya daxil olmurlar. Məsələn, burada alkan görürəm, CH4, bu reaksiya daxil olmur uşaqlar. Bizdən daxil olmayanlar istəyir elə zaten dəqiqə, mən onları çıxdım. Daxil olmayanlar istəyir uşaqlar. Alüminium biz bilirik ki, hidrogenlə reaksiya daxil olmur və alkan da reaksiya daxil olmur. Ona görə cavabımız A variantı. Gəlin buna baxaq. Oksigenlə hidrogenin reaksiya daxil olur, əlbəttə ki, su alınır, B-ni çıxaram. Və yaxud da ki, buradan CH4 də daxil olacaq uşaqlar. CH6-nı əmələ gətirir. Sonra burada dəmir 2O3 də daxil olacaq uşaqlar. Və yaxud da karbon hidrogenlə girir, CH4 əmələ gətirir. Natrium da hidrogenlə daxil olur. Daxil olmayan A variantı. Alüminium daxil olmur, CH4 də daxil olmur. 7-ci sual. Deyir, daxil olsun. İndi daxil olmayanlar çıxaq. Fosfor hidrogenlə daxil olmur uşaqlar, yadınızda saxlayın. Fosfor hidrogen reaksiya daxil olmur. Sonra dəmir 2O3 daxil olur uşaqlar. Dəmir 2O3-ün reaksiyasını baxın, buradan yazın. Dəmir 2O3 hidrogenlə gedir. H2 gəldim üzərinə. Alınır dəmir və su. Oksigen hidrogen reaksiyası daxil, deməli ki, isə daxil oldu. Və yaxud da gəlin baxaq, dedim turşu reaksiyaya daxil olmaz və yaxud da alkan da daxil olmaz. Alkanları öyrənəcəksiniz uşaqlar, amma bilin ki, CH4 alkandır. O da hidrogen reaksiyaya daxil olmur. Cavabımız deyildiğine B variantı. 8'də hansı metal oksigen hidrogen reduksiyasından almaq olmaz? Uşaqlar, qələvi və qələvi torpaq metallarını biz ala bilmərik, çünki güclüdürlər. Bax, hidrogendən sonra olanlar hansılardır? Kupron, Hg, Ag, Pt, AU. Bunları olardı. Məsələn, misketdir, düzdürmü? Bunları almaq olardı. Həmçinin dəmiri də biz bayaq göstərdik. Dəmirin oksidinin üzərinə hidrogen gəldi, dəmirlə su alındı. Eyni zamanda dəmirlə sink oxşar xassəlidir. Bu da həmçinin olardı. Wolframda olardı. Amma natrium oksid üstə gəl hidrogen bunu
almaq olmaz. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir. Biz bunu deməli kimyəvi ilk anlayışlarda, kimyanın ilk anlayışlarında ətraflı şəkildə demişdim sizə. Uşaqlar, bəsit o videoda baxa bilərsiniz. Əvvəlki videolarda girib baxa bilərsiniz. Bəsit maddə o deməkdir ki, bu sərbəst halda olsun. Məsələn, yəni birləşmə şəklində olmasın. Məsələn, sərbəst olmalı. Deyək ki, H2O-nun tərkibində hidrogen, bu sərbəst deyil, axı suyun tərkibindədir. Ola bilməz. Sərbəst havanın tərkibində metal, yəni hidrogen özü kimi bu bəsit olurdu. Gəlin baxaq. Məsələn, amonyakın tərkibində NH3 görürsünüz, nəyinsə tərkibindədir. Sərbəst halda deyil. Ən yüngül qazdır. Düzdürmü? Aha. Bizdən nə istəyir? Kimyəvi element kimi göstərilmişdir. Tamam. Oksigen reaksiya daxil. Aha. İndi kimyəvi element kimi istəyir bizdən. Hə. Kimyəvi element kimi istəyirsə, tərkibdə olmalıdır. Düzdürmü? Ən yüngül qazdır burada sərbəst haldadır. Oksigen reaksiya sərbəst halda. Rəngsiz qazdır sərbəst halda. 2 həcm, 1 həcm oksigenlə guruldayıcı qaz əmələ gətirir. Artıq burada burada da uşaqlar 2 həcmi, 1 həcm oksigenlə guruldayıcı. Burada da sərbəst haldadır. Amma amonyakın tərkibinə daxildir. Bu kimyəvi element kimi göstərir. Çünki sərbəst halda deyil. Baxırıq 10-cu suala. Nə deyir? Deyir ki, hansı reaksiyanın hidrogen alınmasın deyir. Baxın. A variantında alınacaq uşaqlar. Barium OH. C variantında da alınır. D variantında da alınır. Amma B variantında flor suyla girəndə uşaqlar H flor alınır. Buradan yazıram, reaksiyadan alınır və oksigen ayrılır. Burada alınacaq məsələn kalium OH-dan H2, A variantında barium OH2-dan H2, C variantında natrium OH-dan H2, Y variantında dəmirin oksidi əmələ gələcək və H2 ayrılacaq. B variantında reaksiya məhsulu budur. H flor üstə gələk O2. Deməli B variantının H2 alınmadı. 11-də hansı reaksiyadan deyir hidrogen yenə alınmasın. Baxırıq yenə burada. Sink oksid üstə gəl H2 alınacaq, A variantından alınacaq, B variantından kalsium OH2 və H2 ayrılır. D variantında yenə litium OH-dan H2 ayrılır, amma C variantında alınmır. C variantından H xlor O turşu alınır. Ona görə cavabımız eləyir C variantı. Növbəti suallara baxaq. Baxırıq 12-yə. Deyir hidrogen alınsın. Biz demişdik ki, baxın, burada yazmışam. Nitratın durusu, nitratın qatısı, sulfatın qatısından hidrogen çıxmır. Ona görə sulfatın qatısını çıxdım, nitratın durusunu çıxdım. A, C getdi. Oksid varsa, əgər baxın oksidindən hidrogen çıxmır. B variantında sildim. Amma D variantında natrium OH-dan H2 ayrılır. Burada da yenə Y variantında da ayrılmır. Keçək 13-cü suala. 13 izahını, məsələni yazaq, reaksiyanı yazaq birinci. Deyir 8 qram hidrogen tam yandıqda neçə qram su alınır. Biz bilirik ki 2 mol hidrogen 1 mol oksigendən gedir və 2 mol su alınır. Yazıram. 2H2 üstə gələk 1 mol oksigen alınır, 2 mol su. İndi baxın, 8 qram hidrogen girəndə neçə qram alınır? Su bilmirəm, X. Amma burada hidrogen kütləsi 4 qramdır. Hidrogen 2, içində 2'ye vurdum 4. 4 qram hidrogen girəndə isə 2 vuraq 18, 36 qram su alınır. 2'ye 4'e 36'dırsa 8'e x'dir.
2 dəfə artır, bunu da 2 dəfə artırsam x deyilər 72. Cavabımız deyilər 40-15-ə. Deyir sənayedə hidrogen tətbiq olunur. Amonyakın sintezində tətbiq olunur. Metanolun sintezinə tətbiq olunur. Maye yağları bərk yağa çevriləndə tətbiq olunur. Dəmirin alınması tətbiq olunur. Ancaq sulfat turşusunun alınmasında sənayedə tətbiq olunmur. Bunu qeyd edin. Sulfat turşusunun alınmasında sənayedə tətbiq olunmur. C variantı. Hidrogen maksimum oksidaşma dərəcəsi, minimum oksidləşmə dərəcəsi. Maksimum uşaqlar müsbət 1-dir, minimum isə mənfi 1-dir. X müsbət 1, Y mənfi 1 olan cavab D variantı. Hidrogen maksimum müsbət 1 oksidləşmə dərəcəsi göstərir, minimum mənfi 1. Uşaqlar, gəldik bu suala. Deməli, əgər qab ağzı aşağı tutulubsa, əgər qabımız ağzı aşağıdır, baxın, belədir. Ağzı aşağıdırsa, bu zaman biz hansı qazları toplaya bilərik? Havadan yüngül. Havadan yüngülü. Havadan yüngül, yəni hava nə qədərdir? 29. 29-dan kiçik. 29-dan kiçik. Oksigen 32-dir. SO2 həmçinin 32 üstə gələk 32-64. Yenə bu 44. Xlor da 35.5-2-yə vururuq. Yəni xlor da 29-dan böyükdür. Hidrogen isə 2 qram, yəni 29-dan kiçikdir. 18-ə gəlin baxaq. 18-i həll eləyək. Deyir ki, 3.6 qram kalium artıq miqdarda suda həll olunduqda neçə litr hidrogen ayrılar deyir bizə. Biz reaksiyamızı gəlin yazaq. Deməli, kalium üzərinə gəlirəm, su alınır. Kalium OH və H2. Düzdür. Və əmsallaşdıraq. Bura 1-2 düşür. Bura 1-2 düşür. Burada 2 düşür. Deyir 3.6 qram. Bunun başına yazıram mən 3.6 qram. Qoy bir dənə bura xət çəkim. 18 ilə 13 qatma. Aha, 3.6 qram. 3.6 qram kalium girəndə neçə litr hidrogen ayrılar? Bilmirəm. X litr yazıram. İndi gəlin öz reaksiya kütləsinə baxaq. 2-ni 39-a vuraram. Eləyər 78. Özünkünün kütləsidir. Hidrogen neçə litrdir? Burada 1 moldur. 1 molun neçə litrdir? 22.4 litr. 78'e 22.4 litrdirsə 3.9 qramla x litr. Bu da 51 tam %12 litr. 1 tam %12 litr. Cavabımız deyilək B variantı. Baxaq növbəti sualımıza. Növbəti sualımız 19-cu sual. Yine burada da kalsiyumu qeyd edirik uşaqlar. Gəlin kalsiyumdan yazaq. Kalsiyum ekvivalent edə bildiyimizə görə kalsiyum üzərinə su gələndə alınır. Kalsiyum OH 2 və yenə hidrogen ayrılır. Yəni əmsallaşdıranda bura bir dənə 2 yazsaq suyun qabağına bəs eləyir. İndi baxın, deyir 4 qram girəndə 4 qram kalsiyum başına yazıram. Neçə litr hidrogen ayrılar? Yenə yazıram x litr. İndi gəlin özünükünə baxaq. Kalsiyumun öz kütləsinə kalsiyum 40 qramdır. Ayrılır hidrogen 1 mol, yəni 22.4 litrdir. Yəni 4'ə x litrdir, 40'a 22.4 litrdir. Buradan da x'imiz eləyir 2 tam %24. 2 tam %24 cevabımız deyilir Y variantı. 20. suala gəlin baxaq. Hansı reaksiyadan hidrogen alınmır? Qeyd etdiyimiz kimi qatı sulfatdan hidrogen çıxmır.
Elə alınmayan hissədə, düzdürmü? Ona görə cavabımız elə D variantı. Aha, indi baxırıq 21-ə. Deyir, hansı metalın 1 molunu artıq miqdarda xlorid turşu ilə qarışığı təsirindən daha çox hidrogen alınar deyir, düzdürmü? Uşaqlar, baxın, sink, berilyum, kalsiyum, barilyum, alüminium verib bizə. Yadınızda saxlayın. Valentliyin yarısı qədər hidrogen ayrılır. Valentliyin yarısı qədər. Sink 2 valentlidir. 2'nin yarısı 1. Sink 1 yazdım. Berilyum 2'dir. 2'nin yarısı qədər 1 mol yəni. Kalsiyum 2, 1 mol. Barilyum 2, 1 mol. Alüminium 3, 3'ü də 2'ye böləndə 1,5. Deməli, ən çox nədən alınacaq? Alüminium alınacaq. 22-də sənayedə hidrogen hansı reaksiya ilə alınır deyir. Uşaqlar, sənayedə CH4-dən, yəni CH4 üstəgəl su buradan alınır. CO plus H2. H2, yəni cavabımız elə. Deməli, sənayedə hidrogen nədən alındı? Sənayedə hidrogen, baxın, bu reaksiyadan alındı, qeyd edirsiniz. Baxırıq 24-də, sənayedə hidrogen hansı reaksiya ilə yenə alınar deyir. Deməli, burada da uşaqlar yenə CH4-dən karbon hidrogendən alınır, yəni C variantı. 24-də baxırıq. Deyir, hansı reaksiyadan hidrogen alınır? Sulfatın qatısından alına bilməz. Nitratın, yəni dediyimiz kimi, B variantı natrium NO3-dən alına bilməz uşaqlar. Deməli, bizə deyir ki, hidrogen alınsın. Aha, nitratları çıxaraq, çünki nitratın qatısından doğrusundan da alınmır, amma B variantında alınır uşaqlar. B variantından alınır. Biz yadında dedik ki, alüminium uydu, berilyum uydu, sink idi, silisium uydu. Bunlar qələbi ilə reaksiyaya girir. Baxın, həmin reaksiyanı göstərir. Bu reaksiyadan alınır. Yuxarıda yazıram. Natrium, alüminium, O2 və bir də hidrogen. Yəni, bizdən zaten hidrogen alınmasını istəyir. O da B variantı. Hansı reaksiya hidrogen alınır? Nitratın qatısından, durusundan alına bilməz. Baxaq, hansılardan alınır? Baxın, yenə sink qələbi ilə gedir və yenə alınır A variantında. Gəlin, digər variantlara da baxaq. Burada görürsünüz uşaqlar. C variantında karbonitlə su alınacaq. Yəni, hidrogen deyil, su alınır buradan. Daha sonra A variantında isə natrium 2, sink O2, hidrogen ayrılır. Baxın, A variantında natrium 2, sink O2, hidrogen və yuxarıdakı reaksiya kimidir. Bu şəkildə baxaq. Y variantında məsələn CO2 su alınacaqdır. Baxaq 26-ya. Hansı metalların xlorid turşu reaksiyası hidrogen almaq olar uşaqlar? Yadınızda saxlayın, civədən almaq olmaz. Yəni, pasiv metalları çıxardıq. Məsələn, kuprum pasiv, gümüş pasiv, AO pasiv. Amma sinkdən almaq olar, maqneziumdan almaq olar, kaliumdan almaq olar. Yəni, gördünüz, sinkdən, maqnezium, kaliumdan metalların xlorid turşusu reaksiyasında hidrogen almaq olar. Yəni, məsələn, sink xloridin üzərinə hidrogen gəlməklə, sinkin üzərinə H-xlor gəlməklə biz hidrogeni ala bilərik. Çünki sink hidrogeni çıxarda bilir və yaxud da maqnezium hidrogeni çıxarda bilir, kalium hidrogeni çıxarda bilir, amma kuprum çıxarda bilməz, gümüş çıxarda bilməz. Çünki bunlar pasiv metallardır, bizə aktivlər lazımdır. İndi burada deyir, olmazdır. Yəni, indi gəlin pasivləri seçək. O da, baxın, A variantda pasivlər qeyd olunub. A variantında gümüş, kuprum, platin. Guruldayıcı qaz deyib bizə və sintez qazı deyib və aşağıda da 29-da su qazı deyib. Bunları burada qeyd eləyəcəm sizin üçün. Guruldayıcı qazın tərkibində nə var? Sintez qazı, su qazı. Lütfən silim.
qoymaq onu demək istəyir ki, yəni həm guruldayıcı qazda olan bir şeydir, həm sintez qazında. Yəni hansı qaz qarışıqdır ki, həm guruldayıcı qazın tərkibi, hansı maddədir ki, həm guruldayıcı qaz qarışığının tərkibində var, həm sintez qazın tərkibində var, həm su qazın tərkibində var. Uşaqlar, guruldayıcı qaz, guruldayıcı, mən qeyd yazıram, siz də qeyd edirsiniz. Guruldayıcı qazın tərkibində var 2H2, üstə gələk 1O2. Bunu yazdıq. İndi yazırıq sintez qaz. Sintez qazı isə CO2 və H2-dir. Sonra su qazı. Su qazı da COH2-dir, amma su qazı istisnası var. Karbon plus sudan alınarsa CO plus H2, o zaman su qazı olur. Yəni, əgər karbonla sudan alınarsa COH2, o zaman bu su qazı olur. Amma ikisinin tərkibi CO plus H2-dir. Baxın, CO plus H2 budur, 2H2 plus O2 budur, CO plus H2 budur. Yəni, sintez qazın tərkibi eynidir. Sadəcə su qazı karbon üstə gəlir sudan alınır demək istəyir. Gördüyünüz kimi uşaqlar, hamısının tərkibində hidrogeni gördük. Baxın, hidrogen, hidrogen, hidrogen deməli, hamısının tərkibində nədir? Hidrogen. 28-də D variantı, 29-da C variantı, 30-da 1 mol H2 və 1 mol xlor 2-nin tam reaksiyasında neçə mol H xlor almaq olar? Aha. Yazaq. Baxın, yazıram H2 üstə gəl xlor 2 alınır H xlor. Bura 2 yazsaq reaksiya tamamlanmış olur. İndi deyir ki, bu da 1 mol götürür, bundan da 1 mol götürür. Reaksiyanın özü də hidrogen zaten 1 moldur, xlor da zaten 1 moldur. Deyir, neçə mol H xlor? Yəni ikisindən götürsəz eyni olacaqdır. Neçə H xlor? X H xlor. Reaksiyanın özündə nə qədərdir? 2. Deməli ilə x-ımız da neymiş? 2'ymiş. Cevabımız nelerdir? Y variantı. 31'də hansı reaksiyadan deyir, bərk maddə alınır, düzdürmü? Bərk maddə alınsın. Aha, baxın, elə kalsium əgər tərkibində metal varsa, elə bu bərk olacaq. Ona görə cavabımız eləyər nə? B variantı. Baxırıq 32-ci suala. Davamlı oxuyun, görün nə demək istəyirsən. Aha, deyir 16 qram oksigen artıq qalmışdı. 16 qram oksigen artıq qalmışdı. İlkin qarşısında neçə oksigen olmuşdu. 16 qram oksigen artıq qalıb. İlkin qarışıqdakı oksigenin mol sayını bizdən soruşur. Aha. Deməli, gəlin yenilər hidrogen, oksigen reaksiyamızı yazaq. Baxın, 2H2 üstünə gəlirəm. Oksigen alınır. 2 mol su. Düzdürmü? İndi bunun öz kütləsi 32 qramdır. Bunun öz kütləsi 36 qramdır. Aşağısını yazdım. Bizə deyir 54 qram salınmışdı. Başına da yazdım. 54. İndi burada bir x yazarım. Yəni 32, 36 54'e nə qədərdir? X. X da buradan eləyir. Neçə qram? 48 qram. Deməli, mən tapdım ki, 48 qram oksigenlə alınıb. Və bizə demişdi ki, 16 qram oksigen artıq qalıb. Yəni 48 aldıq. 16'nın da üstünə gələk görək option nə qədər oksigen olur. 50, 64 qram.
64 qram oksigen oldu. Düzdürmü? 64 qram oksigen neçə mi oldu? 64 və gəlin bir oksigen kütləsi 32 qramdır. 32'ye bölək, elədir cavabımız nə? 2 mol. Cavabımız deyilir 2 mol. Deməli, başlanğıc qaz qarışığında 2 mol oksigen olmuşdur. Deyil, cavab 7. 34'e baxaq. 34'də deyir hidrogen və oksigendən. Oksigen deməli oksigen qarışığının qapalı qabda reaksiyasından 72 qram su alınmış və reaksiyadan sonra 4 qram hidrogen artıq qalmışdır. 2-nin qarşısında neçə mol hidrogen olmuşdur. Yenə həmin qaydadadır. Yenə axı sonda hidrogen üzərinə gəlib molunu tapırıq. Deməli yazıram yenə 2H2 üstünə gəlirəm 1 mol oksigen alınır 2 mol su. Düzdürmü? Bu 4 qramdır. Bu da 36 qram. Reaksiyanın özündə. Amma bizə suyu indi deyib 72 qram. Burada da x deyirəm. 36'ya 4 72 nə qədərdir? 2 dəfə artıq. Yəni 8'dir. 8 qram nəyi tapdım? Hidrogen. 8 qram hidrogen. Sonra da 4 qramı artıq qalıb. Ona görə 8'in üstünə 4 gəlirəm. Eləyir 12 qram. Tamam mı? 12 qram nə tapdım? 2 qram H2. 12 qram H2'də neçə moldu? 1 qram H2'miz 1 mol H2'miz 2 qramdır. 12'ni də 2'yə bölürəm. Eləyir nə? 6 mol. Cavabımız deyir A variantı. Baxaq 34'ə. 34'də deyir hidrogen və 100 ml oksigendən ibarət qaz qarışığının qapalı qabda reaksiyasından sonra 50 ml hidrogen artıq qalmışdır. İlkin qarışığın həcmini hesablayın deyir 34'də. Gəlin hesablayaq. Həcmini hesablayın deyir. Tamam, gəlin yazaq. 2H2 birinci reaksiyamızı yazırıq. 1 oksigenlə girir, alınır 2 mol su. Düzdürmü? İndi bizə deyir ki 100 ml oksigen. 100'ün oksigen başına yazıram 100. Reaksiya özünə qədərdir 1. Deyir nə qədər? Gəlin 100'ə görə biz hidrogeni tapaq. X 1 mol oksigenə də 2 dənə hidrogen. Düzdürmü? Buradan x'imiz eləyir nə uşaqlar? 200 ml H2. Deməli 200 ml H2 yəni nədir? Girdi. 100 ml H2 girib yəni. Və 50 ml hidrogenimizə neyinib? Artıq qalıb. İlkin qaz qarışığını tapmaq üçün 200'ün üzərinə gəlirəm. 250 gəlirəm. Deməli bax, ümumi H2 bərabər eləyir. Bu 200'ün üzərinə gəlirəm buradakı 50'ni. 200'ün üzərinə gəlirəm 50. Eləyir neçə? 250. Deməli ümumi nə qədər oldu? 250 ml. Bu nədir? Hidrogendir. Bizdən nə istəyir? İlkin qarışığın. Yəni həm hidrogeni istəyir. Bizdən həm hidrogeni istəyir, həm oksijeni istəyir. Bunu tapmaq üçün 250 hidrogenimiz idi. Oksijenimiz də verib 100. O da eləyir 350. Cavabımız elədi nə? 350 D variantı. Baxaq 35'ə. Bir hansı ifadə hidrogenə aid deyil uşaqlar. Uşaqlar deyir, metallarla molekulyar quruluşlu birləşmə əmələ gətirir. Məsələn, metal götürürəm natrium. Natrium hidrat, düzdürmü? Bu biri metal, biri qeyri-metaldır deyə iyondur uşaqlar. İyon da molekulyar deyil uşaqlar. Qeyri-molekulyardır. Yəni elə doğru deyil, A variantı doğru deyil. 36 deyir, hansı reaksiyalardan hidrogen alınır deyir, düzdürmü? Baxın, biz demişdik nitratın qatısından durusundan alınmır, sulfatın qatısından da alınır. 2 ilə 4'ü çıxıram, qalır 1 ilə 3 C variantı. İndi baxın, 37'də deyir, hansı maddələrin qələvi məhdudla qarşılıq təsirindən hidrogen ayrılır. Biz demişdik, bax, biri silisium idi, biri sink idi. Bir də qeyd edirəm sizin üçün. Alüminium, sink,
berilyum və silisium. Bu metallar qələvi ilə girir və hidrogen ayrılır. 1 ilə 4 olan cavab C variantı. Deyir, hansı reaksiya hidrogen oksidləşdiricidir? Uşaqlar, oksidləşdirici olması üçün üstü azalmalıdır. Yəni, məsələn, sıfırdan mənfi 1-ə gəlməlidir və yaxud da müsbət 1-dən mənfi 1-ə gəlməlidir. Görürsünüz, azalır üst. Üst azalırsa, bu oksidləşdiricidir. Məsələn, burada görürsünüz, bəsit halda sıfırda bildiyimiz kimi natrium hidrid əmələ gəlir, düzdürmü? Natrium hidrid. Burada nə əmələ gəldi? Gəlin bir yazaq. Kuprum əmələ gəlir və su. Burada nə əmələ gəlir Y variantından? CH3OH. B variantı nə əmələ gəlir? NH3. D variantı nə əmələ gəlir? C2H4. Biz bilirik hidrogen qeyri-metalların yanında, müsbət metalların yanında mənfi OKH dərəcəsi göstərir. Natrium metaldır, ona görə burada mənfi 1 olacaqdır. Üstü sıfırdan mənfi 1-ə gəldi, yenə də azaldı. Deməli, A variantı oksidləşdiricidir. Burada sıfırdan müsbət 1-ə gəlir. Düzdür, çünki hidrogen qeyri-metalın yanındadır. Eyni şəkildə burada da qeyri-metalın yanındadır. Eyni şəkildə burada da. Yəni, burada artıq müsbət olur. Üst artır, deyir, redoks edici olur. Yenə burada oksidləşdirici, yəni metalın yanında olmalıdır. Harada metal görürük? Baxın, burada kalsium görürük. Ona görə A variantı. Yəni, alınır buradan kalsium hidrogen, kalsium ekvivalenti deyə bura 2 düşür. Kalsium H2 və yaxud da H2 kalsium eyni şeydir. Gəldik 40-a. Deyir, hidrogenlə birləşmə reaksiyasına daxil olmayan maddələri göstərin. Yəni, birləşmə olmasın. Baxın, birləşmə olmasın deyir bizdə. C variantında kuprum oksid. Baxın, yazıram bura. Kuprum oksidin üzərində hidrogen gəlsəm, alınır buradan kuprum və su. Və əlbəttə ki, birləşmə deyil, çünki bir bəsit bir mürəkkəb gerir, bir bəsit bir mürəkkəb alınır. Bu, əvəz etməli, birləşmə deyil. Amma digərləri birləşmə reaksiyasıdır. Gəldik 41-ə, yenə deyir, birləşmə olmasın, əvəz etmə. Burada dəmir CO4-ü götürərəm. Dəmir 3O4. Üstünə gəlirəm, hidrogeni alınır, dəmir və su. Görürsünüz, bir bəsit bir mürəkkəb girdi, bir bəsit bir mürəkkəb alın, deməli, əvəz etməli. Hansı maddənin qələvi məhlul reaksiyasında hidrogen ayrılır? Əlbəttə ki, sinkdən ayrılacaq. Bayaq da dedik bunu. Alüminium, sink, berilyum, silisium. Bu dördünü yaxşı əzbərləyin. Yenə bizə nə istəyir? Qələvi məhluldan girsin alüminium. İndi burada bizə deyir ki, deyir, ayrılmasın. Gəlin çıxaq. Berilyum ayrılır, sink ayrılır, silisium ayrılır, alüminium ayrılır. Amma xlor ayrılmır. Xlorda alınır. Gəlin yazın bunu da. Xlorun üzərinə mən, məsələn, natrium OH gəlsəm, alınacaq natrium xlor. Və yaxud da natrium xlor O. 2 turşu alındı və bir də su alınır uşaqlar. Yəni, hidrogen yox, su alınır buradan. Natrium xlor O və su. 45-də kalsium üzərinə su gəlib birində isə sinkin üstünə duru sulfat gəlib. Düzdürmü? İkisindən də hidrogen çıxır. A variantından alınır. Bunları da deməli, yazaq məhsullarını, reaksiya məhsullarını. Baxın, buradan alınır kalsium OH2 və hidrogen. Buradan isə alınır sink SO4 və hidrogen. Deyir, birləşmə reaksiyasıdır. Birləşmə reaksiyasından bir dənə maddə alınır. Birləşmə deyil. Əvəz etmədən bəli, bir bəsit bir mürəkkəb girib, bir bəsit bir mürəkkəb alınır. Laboratoriyada hidrogen almaq üçün istifadə olunur. Bəli, düzdür. 2, 3. Görürsünüz, bunlar ikisi laboratoriya reaksiyalardır. Sənaye deyil. Bayaq da bir sual var idi. Sənayedə, baxın, o sulfatla bağlı buydu. 46 eyni şəkildədir. İkisindən də hidrogen ayrılır. Baxın, bir bəsit bir mürəkkəb girib, əvəz etməlidir və hidrogen almaq üçün istifadə olunur. 1, 3, 46-da da cavabımız B variantı elədir. Baxaq 47-yə.
7-nin izahını burada gəlin verək. Deməli, nə deyir bizə? Deyir, protium verir bizə, deuterium verir bizə, tritium verir bizə. Kütlələri deyir, üçünün də bərabərdir. Nəyi istəyir bizə? Müqayisə eləməyimizi, proton sayını. Birinə N1 deyib, birinə N2 deyib, birinə də N3 deyib. Gəlin protium yazaq, deuterium yazaq, tritium yazaq. Protium yazılır belə, 1-in 1-ə. Deuterium yazılır 1-in 2-yə. İzotop nə deməkdir? Bunlar hidrogen izotoplardır. İzotop proton sayıları eyni olanlara izotoplar deyilir. Amma kütlələri bərabərdirsə uşaqlar. Deməli, bu 1, bu 2, bu 3. Deməli, üçünü də 3-ə gətirirəm. Üçünü də 3-ə gətirirəm. Ay sağ ol. 3-ə gətirmək üçün birincini 3-ə vuraram. Çünki 1 daxı kütlələri bərabər deyir bizə. Birincini, yəni 3-ü 1-ə vuraram, 3 eləyər. İkincini 3 almaq üçün 1.5-ə vuraram. 2-ni 1.5-ə vuraram, 3 eləyər. Üçüncü də 3-dür. 3-ə gətirmək üçün 1-ə vuraram, yəni N3 də 1-dir. Müqayisə edirəm. N1 böyükdür, N2-dən o da böyükdür, N3-dən. O da D variantında qeyd olunur. Baxaq 48-ə. Deyir ki, hansı sxemlər doğrudur? Yəni, hansıyla hidrogen ayrılır? Görürsünüz, oxların hamısını hidrogeni gətirib ki, yəni, bunların hansından hidrogen ayrılırsa, onları seç, deyir bizə 48-də. Gəlin, baxaq. Natrium üzərinə su gələndə əlbəttə ki, hidrogen ayrılır. Natrium OH sinklə girəndə əlbəttə ki, dedi yaxı, sinkdə aluminiumdur, berilyumdur, silisiumdur. Bunlar qələblərlə girir, ya natrium OH-la girib hidrogen əmələ gətirir. Amma nitratın qatısından doğrusundan çıxmır. Birlər olan variantları çıxmır. B getdi, C getdi. Həmçinin 2-3 olmalıdır variantımız. Yəni, ya A-dır, ya D-dir. Düzdürmü? Yəni, gəlin baxaq. 1, 4-dürmü, 6-dırmı? Sulfatın durusundan bəli çıxır uşaqlar. Sink SO4 üstəgəl hidrogen. Sulfatın qatısından çıxmır hidrogen. Kupronun üzərində su gələndə reaksiya ümumiyyətcə getmir. Yəni, belə bir reaksiya yoxdur. 4-ü çıxıram, cavabım eləyər A variantı. Baxaq 49-a. 49-a nə deyir bizə? Aha, baxırıq 49-a. Deməli, deyir natrium hidridin su ilə qarşılıqlı təsirindən alınan hidrogen xlorla qarşılıqlı təsirindən 22.4 litr hidrogen xlorid əmələ gəlmiş neçə qram natrium hidrid reaksiya daxil olmuşdur. Birinci natrium hidridin üstünə reaksiyasını yazırıq. Natrium hidrid üstünə gəlirik suyu alınır. Natrium OH və H2 və bu alınan bu H2 də xlorla sonra reaksiya girir. Alınır H xlor. Əmsallaşdırsaq bura bir 2 yazırıq. İndi baxın. Deyir 22.4 litr hidrogen xlorid. Bunun başına yazıram 22.4 litr. Amma reaksiyanın özü 2 mol daxil, yəni 44.8 litrdir. Görək 44.8 litr neçə mol? Hidrogen 1 mol. Bəs 22.4 litrə X. Buradan X eləyir 0.5 mol. Gətirib hidrogen başına yazıram 0.5 mol. İndi 0.5 mol olanı deyir neçə qram natrium hidrid? Y qram natrium hidrid. Amma reaksiyada 1 mol hidrogen var axı. 1 mola isə natrium hidridin kütləsini verib baxın burada 24. Birinci bu reaksiyanı apardım. Baxın birinci bunu elədim. Sonra ikinci bu reaksiyanı yazdım. Deməli buradan da Y-imiz eləyir 12. Cavab Y. İndi 50-yə baxırıq. 50-də də deyir ki 2.3 qram natrium 90 qram su ilə tam reaksiyasından alınan hidrogenlə neçə qram
kuprum oksid reduksiya etmək olar. Düzdürmü? 50-də. Yazıram natrium üstə gələk su alınır. Natrium OH və hidrogen. Əmsallaşdırsaq, bura 2 yazırıq. Burada 1, 2 yazırıq. İndi 2,3 qramımız, 2,3 qramımız neçə mol deməkdir? 0,1. Çünki natrium kütləsi nə qədərdir? 23. Deməli, natrium elədi 0,1 mol. Və su nə qədərdir? 90 qram. 90-ı 18-ə bölərəm 5 mol. Deməli, natriumumuz elədi 0,1, suyumuz da elədi 5 mol. İndi 2 natrium 2 mol su ilə reaksiyaya girirsə 0,1 natrium və 0,1 su ilə girer, düzdürmü? Amma bizdən 5 sudur. Yəni 5 suya 5 natrium lazımdır. 5 suya 5 natrium lazımdır, düzdürmü? 2 mol natrium girəndə 1 mol hidrogen ayrılırsa, bax, 2 natriuma 1 hidrogen, 2 natriuma 1 hidrogen. Bəs tapdığım buradakı 0,1 natriuma x mol hidrogen. Düzdürmü? Buradan da x elədi 0,5 mol hidrogen. Tamam. Deməli, biz nəyi tapdıq? Hidrogeni tapdıq ki, 0,5 mol hidrogen. İndi deyir ki, həmin hidrogen neçə qram kuprum oksidlə? Kuprum oksidin üzərinə gəlirəm hidrogen. Alınır kuprum və su. Aha. İndi baxın. 1 kuprum oksidə 1 hidrogen. Bəs 0,5 hidrogenə Y. Y deyiləyir. Bax, bu 1 mol, yaxşımı? 1 mol kuprum oksid. Y deyiləyir 5 mol. Nə? Kuprum. O. İndi bizdən kütləni istəyir. Baxın, neçə qram deyir. 5 mol tapdıq, düzdürmü? Bu 5-i də kuprum oksidin kütləsi 80-dir. 80-ə vurarıq. O da eləyər 4 qram. Yəni cavabımız elədi Y variantı. Baxırıq 51-ə. Kalsium üstə gələk duru sulfat alınır. Kalsium SO4 və X. Buradakı X H2-dir. Tamam, bunu bildik. İndi bizə H2 ilə bağlı səhv fikir istəyir. Deyir, suda yaxşı həll olur. Xeyr, suda yaxşı həll olmur, elə az səhvdir. Amma ən yüngül qazdır, bəli. Gürüldayıcı qazın tərəfini daxil, bəli. Gürüldayıcı qaz nə dedik? H2 oksigen. 2 atomlu bəsit maddədirmi? Bəli. Qərib metallar hidrid əmələ gətirirmi? Bəli. Amma suda yaxşı həll olmur. Hansı reaksiyada hidrogen alınmasın? Biz demişik, natrium 2 olan hidrogen ayrılmır. Yəni su ilə girəndə sadəcə natrium OH alınır. Amma natrium özü su ilə girsə alınır. Natrium hidridə su ilə girsə alınır. Sonra deyir, hansı reaksiyada hidrogen alınır? Deməli, burada C variantını alınır. Dəmir hidrogeni çıxarda bilir, amma kuprum baxın A variantını çıxarda bilmir. Burada dəmir xlor 2
və H2 ayrılacaqdır. Amma kuprum hidrogenin zəifliyi çıxarda bilməz. Ona görə cavab deyilirsə, amma nitratin isə qaçın durusundan çıxmaz. Sulfatda çıxarma gümüşdən çıxmaz. Sulfatın qaçın metri çıxmaz. Ona görə elə cavabımıza qalır. Aha, indi baxırıq 55-ə. Deyir natrium hidroksid gəl su alınır natrium H və H2 deməli X H2-dir. Deyir oksigenin ağır qazmı? Xeyr, hidrogen oksigenin ağır deyil, oksigen ağırdır. Aktiv metallarla reduksiya uğrayırmı? Bəli, bu düzdür. Acayda mayedir, xeyr qazdır. Alüminium reaksiya daxil ola bilməz, səhvdir. Metallarla uçucu, xeyr, uçucu qaz deməkdir. Metal varsa bu uçucu olmayan olmalıdır. 55-də hansı maddənin 1 molunu su ilə qarşılıq təsirindən daha çox hidrogen alınar? Bax, kalsium 2 valentlidir, valentinin yarısı qədər hidrogen alınır. 1. Natrium 1 valentlidir, 1-in yarısı qədər 0,5. Barium 2-dir, valentinin yarısı qədər 1. İndi gəl natrium hidridindən kalsium hidridə bax. Deməli, yazıram. Transpozon. Bir dəfə natrium hidridin üzərinə su gələcək, bir dəfə də kalsium hidridin üzərinə su gəlirik və alınan hidrogenin mol saylarını tapırıq oradan. Gəlirəm deməli natrium hidrid üzərinə su alınır, natrium OH və H2. Baxın, natrium hidrid 1 mol özündə deyir ki 1 mol girəndə nə qədər hidrogen ayrılar? X qədər 1 mol girəndə isə 1 hidrogen deməli burada. X elədi 1. Tamam, buradan cavabımız elədi 1. Düzmü? Buraya yazıram 1. Gəlin kalsium hidridə baxaq. Kalsium H2 üstünə gəlirəm su. Alınır. Kalsium OH2 və 2 molda H2 burada 2 yazırıq. İndi 1 moldan bilmirəm nə qədər ayrılar, amma reaksiyada özü 1 moldan 2 dənə hidrogen ayrılır. X da eləyir buradan 2H2. Yəni kalsium hidriddən də 2 dənə ayrılır. Deməli, çox kalsium hidrid B variantı. 56-da da bax, magnezium 2 valentli 1. Deyirəm, valentinin yarısı qədər. Alüminium 3 valentli 3-ün yarısı 1,5. Zink 2 valentli 2-nin yarısı 1. Berilyum 2, 1. Silizium 4, 2. Deməli, ən çox silizium Y variantı. Gəldik. D birləşmələrini yalnız mənfi oksidaşma dərəcəsi göstərir. Xeyr, müsbət də göstərir. Yəni, yalnız mənfi olmur. Deməli, bu səhvdir. Aha, deyir ki, suya sıxışdırıb çıxarmaq, ıslıq şüşəsindən yığmaq olar. Əlbəttə olar. Təbiətdə həm sərbəst, həm də birləşmə ilə olur. Bəli, bu da düzdür. Deməli, 2-3 D variantıdır. Gəldik 58-ə. Deyir ki, hər birindən N mol götürülmüşsə, natrium, kalsium və alüminium artıq miqdarı götürmüş xlor-türs reaksiyasının cəmi neçə mol hidrogen ayrılır. Baxın, valentliyin yarısı qədər. Natrium N'in yarısı 0,5-in. Buraya yazdım natriuma 0,5 N. Kalsium 2-dir. 2-ni yarıya bölürəm. 1, yəni N. Alüminium 3N, 3N'in də yarısı 1,5N. Cəmi neçə oldu? 1,5N üstünə 0,5N gəlirəm. 2, 2N üstünə 1N gəlirəm, eləyir 3N. Cavabımız A variantı. 59-da yenə həmin qayda. Kaliumda 0,5N, magneziumda N, alüminiumda 1,5N, yenə burada da eləyir 3N. Baxırıq 60-cı suala. Yenə burada da indi bizə mol miqdarını verir, bizdən valentliyi sorur. Deməli, burada 2-yə vurarıq. Bayaq bölürdük, indi vururuq. 1,5-i 2-yə vuraram, 3 valentli. 3, 3. 2-yi 2-yə vuraram, 4 valentli. O da D variantı. 1-i də 2-yə vurarıq, 2 valentli.
61-də nə deyir? Deyir, hansı reaksiyalardan həm hidrogen alınsın, həm də əsas alınsın. Yəni OH-da bir birləşmə alınsın. Düzdürmü? Birinci reaksiyadan alınır CO plus H2. İkinci reaksiyadan alınır H2, flor 2 və natrium OH. Üçüncü reaksiyadan alınır H2, O2 və natrium 2 SO4. Deməli, hansında həm H2, həm əsas alındı? İkinci də yalnız 2, 61-də oldu cavab. A variantı. 62. Deməli, gəlin bunu